Beynəlxalq Ümumərk Təşkilatı Amnesty International nida fəallarının dərhal azad edilməsinə çağırıb. Mayın 6-sında Amnesty International təşkilatının fəalları Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində 6 ay müddətinə sədrliyi qəbul etməsi ərəfəsində Viyanada etiraz aksiyası keçirib. Hazırda Amnesty International təşkilatının Azərbaycan üzrə nümayəndəsi Tural Əhmədzadə Skype vasitəsilə Londondan bizə qoşulur. Tural bəy, Amnesty International təşkilatı bu çağırışı Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində 6 ay müddətinə sədrliyi qəbul etməsi ərəfəsində edib. Bunun hansı təsir olacağını gözləyirsiniz? Bizim əsas tələbimiz Nazirlər Komitəsinin üzvlərinin Azərbaycan hökumətinə qarşı da ciddi təsir göstərməsi, yəni daha ciddi tələblər etməsidir. Yəni biz istərdik ki, Nazirlər Komitəsindəki digər iştirakçılar, Azərbaycanın beynəlxalq partnyorları Azərbaycanın daxilindəki insan haqları problemlərini həmişə qaldırsınlar onlarla. Çünki indiki vəziyyət keçmişdən daha ağırdır. Bizim qiymətləndirdiyimiz insan haqları vəziyyəti Azərbaycanda və bizim əsas bu çağırışımız Azərbaycanın Nazirlər Komitəsinin sədrliyini şübhə altına salmaq deyil. Əslində, yəni sol altına qoymaq deyil. Biz istərdik ki, yalnız bu vəzifəni yerinə yetirəndə Azərbaycan öz beynəlxalq öhdəliklərini, insan haqları öhdəliklərini yerinə yetirsin. Və artıq onun vaxtı gəlib çatıbdır. Amma təəssüf ki, nidaçıları oxunan hökm, həm də ki, məhkəmənin önündə baş verən hadisələr 6 may göstərir ki, təəssüflər olsun ki, Azərbaycan hökuməti bu öhdəliklərini ciddi almır. Tural bəy, bir qədər istərdik Amnesty International fəallarının Viyanada keçirdiyi aksiya barədə məlumat verərdiniz. Bu aksiyaya kimlər qoşulmuşdu və bunun əsas məqsədi nədən ibarət idi? Aksiyaya qoşulanlar bizim həm Cənubi Qafqaz üzrə kampaniyaçımız London ofisindən oraya getmişdi, o qoşulmuşdu. Bir də ki, bizim Avstriyada yerləşən ofisimizdən bir neçə fəallar qoşulmuşdular və əsas tələbləri orada Nazirlər Komitəsinə yönəlmişdi, Avropa Şurasının Nazirlər Komitəsinə və əsas çağırışımız da bu aksiyada Nazirlər Komitəsindəki yəni iştirakçıların Azərbaycandakı insan haqları vəziyyətini onların diqqətinə yetirməkdir, yəni çatdırmaqdır. Biz inanırıq ki, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik yəni çox vacib bir vəzifədir. Buna hər bir Avropa Şurası üzvü yəni bu vəzifəni yerinə yetirir. Amma bu vəzifə həm də insan haqlarına hörmət tələb edir. Elmar Məmmədiyarov öz çıxışında da bunu vurğulamışdı. Amma biz inanırıq ki, bu vəzifəni effektiv yerinə, yəni mənalı şəkildə yerinə yetirmək üçün hər bir sədr öz ölkə daxilində insan haqları vəziyyətini yəni daha ciddi almalıdır və problemlərin həllinə addımlar atmalıdır. Tural bəy, Amnesty International son bir neçə həftə Azərbaycanda insan haqlarının pozulmasına dair bəyanatlarla çıxış edib. Təşkilatı Azərbaycanla bağlı ən çox narahat edən başlıca məsələlər hansılardır? Bizim təşkilatı əsas narahat edən başlıca 3 məsələ var Azərbaycanda. O da ki, birincisi ifadə azadlığı ilə əlaqədar problemlər və o baxımdan da vicdan məhbuslarının həbsləri. İndiki zaman Amnesty International inanır ki, Azərbaycanda ən azı 19 vicdan məhbusu var. İkinci bizi narahat edən məsələ isə sərbəst toplaşma azadlığı barədədir. Orada da elə nidaçıların hökmündən sonra baş verən hadisələr bu problemi çox yaxşı nümunəsidir. Üçüncüsü isə birləşmə azadlığına olan məhdudlaşması hüquqi baxımdan həm də ki, Anar Məmmədli kimi QT liderlərinin həbsi və onlara qarşı olan təzyiqlərin davamı ilə bağlıdır. Və biz anlayırıq ki, bu
üç problemin belə səbəbləri eynidir və onlara əsas, yəni bu problemləri çözmək üçün əsas siyasi iradə lazımdır. Və bunun üçün də Azərbaycan hökuməti daha ciddi addımlar atmalıdır və bu problemləri çözmək üçün, yəni özləri istəməlidirlər ki, bu dediyim kimi, yəni siyasi iradəsiz bu mümkün deyil. Və Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik hər bir sədrdən insan haqlarına hörməti tələb edir. Və bu vəzifəni effektiv olaraq yerinə yetirmək üçün Azərbaycan hökuməti də bu addımları atmalıdır. Artıq yəni neçə ildir ki, bu problemlər hələ də mövcuddur. Və onların çözülməməsi bizi əlbəttə ki, narahat edir. Və son həftədə baş verən hadisələr də əslində bizi, deyərdim ki, daha çox şoka salır. Tural bəy, təşkilat Azərbaycanda insan haqlarının durumunun monitorinqi ilə bağlı gələcəkdə nə kimi işlər planlaşdırır? Biz apardığımız monitorinqi davam edəcəyik və insan haqları vəziyyətini izləməyə davam edəcəyik. Amma hələlik mən deyə bilmərəm ki, bizim fəaliyyətimiz necə dəyişə bilər. Çünki təşkilatın daxilində də onsuz da dəyişikliklər davam edir. Amma onu tamamilə deyə bilərəm ki, yəni öz inamla deyə bilərəm ki, biz Azərbaycandakı monitorinqimizi davam edəcəyik və Azərbaycanda baş verən hadisələri yenə də ictimailəşdirəcəyik. Düzünü desəm, əsas səbəb öz fəaliyyətimizi davam etdirmək üçün odur ki, Azərbaycanda insan haqları vəziyyəti düzəlmir, yəni yaxşılaşmır. Əslində get-gedə pisləşir və belə şəraitdə biz məcburuq ki, bu insan haqları məsələsini, yəni vəziyyətini daha yaxından izləyək və öz fəaliyyətimizi yerinə yetirməkdə daha fəal olaq. Çox sağ olun müsahibəyə görə. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm sizə.